3 kondensator sxemdə göstərildiyi kimi birləşdirilərək sabit gərginlik mənbəyinə qoşulmuşdur. Kondensatorların yüklər arasında hansı münasibət doğrudur? Burada S2 və S3 kondensatorları bir-birinə ardıcıl qoşulduğu üçün elektrik yükləri eyni olmalıdır. Deməli, cavabımız ya B ya da Y olmuş olacaq. Artıq digər cavablar ola bilməz. Burada S1 kondensatorunun qoşulduğu hissə ilə S2 və S3 kondensatorlarının birləşdiyi hissə bir-birinə paralel olduğu üçün gərginliyi eyni olur. Yəni, bu hissəyə düşən gərginlik U-sa, bu hissəyə də düşən gərginlik eyni ilə U olmalıdır. Ancaq bu S2 və S3 kondensatorlara ardıcıl qoşulduğu üçün bu U gərginliyi bunlar arasında bölünmüş olacaq. Yəni, bura düşən gərginliyi U2, bura düşən gərginliyi U3 işarələsək, bu U, U2 və U3-ün cəminə bərabər. Deməli, U3 də ayrı-ayrılıqda U-dan kiçik olmuş olacaq. İndi S1 kondensatorunun yükünə baxası olsaq, deməli, birinci kondensatorun yükü S1 vurulsun U-ya bərabərdir. Deməli, S2 və S3 kondensatoruna düşən gərginliklə müqayisədə S1 kondensatoruna düşən gərginlik daha böyükdür. Deməli, U gərginliyi, yəni S1 kondensatoruna düşən gərginlik digərlərindən böyükdür. Və eyni zamanda tutumlarına da baxsaq, S və 2S-yə nisbətən birinci kondensatorun tutumu da böyük olmuş olacaq. Deməli, həm tutumu, həm gərginliyi digər kondensatorlardan böyükdür. Deməli, ən böyük yük Q1-də olacaq Y bəndi.